Bəli qardaşlar, yüksək əxlaq savabı çox böyük olan asan əməldir. Bir tərəfdən asandır, digər tərəfdən amma biraz ağırlığı var. Asandır o mənadan ki, onun üçün böyük bir güc tələb olunmur. Sadəcə nə tələb olunur qardaş? İradə. Onun üçün iradə lazımdır. İradə də insan əgər onun mükafatını başa düşərsə görər ki, yəni dəyər ona görə zəhmət çəkməyə. Onun üçün səbr eləməyə dəyər. O yüksək əxlaq üçün. Və dedik ki, yəni asanı da nədir bu məsələdə? Yüksək əxlaq əldə etmək üçün. Yəni o sifəti əta etmək, ikram etmək, hədiyyə vermək. Bu sifəti yəni vərdiş eləmək. Yüksək əxlaqı, insan yüksək əxlaqı təmsil edir o sifəti ilə. Yəni ona görə həmişə insan bacarmalıdır ki, müəyyən bir hədiyyələr saxlasın özündə daim. Güvən yaratmaq üçün. Fərqi yoxdur, böyük, kiçik. Kim böyüyə bacarırsa böyüyün eləsin, kiçiyə bacaran kiçiyin eləsin. Hər bir halda yüksək əxlaqın, necə deyirlər, açıq şəkildə, praktik olaraq göstərmək üçün ən böyük vasitələrdən biri nədir? Kömək, yardım. Zaten İslam da elə bunun üzərində yayılıb. Necə ki, dedik, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əlinə gələn nə vardısa verirdi və insanlar ona görə hidayətə gəlirdilər. Çünki o özündə nəyi göstərir? O özündə səmimiyyəti göstərir, doğruluğu göstərir. Çünki insan onun üçün ən dəyərli olan nədir? Onun malıdır. İnsan üçün əlində olanlardan ən dəyərli malıdır. Və qarşıdakı tərəf görəndə ki, sən ona əlindən olandan verirsənsə, deməli bilir ki, sən güvənilir insansan. Deməli sən yalan danışmazsan. Deməli sən xəyanət etməzsən. Bütün əxlaqları özündə cəm edir. Yəni bu məsələ. Danışığımız savabı böyük olan əməllərdir ki, hansı ki onlar üçün çox böyük əziyyət çəkmək lazım deyil.